Selamünaleyküm değerli insanlar. Bu termodastikin çoxları qoşma qaydasını və yaxud da istifadə qaydasını bilmir. Mən qısa olaraq bunu sizə izah edəcəm. Deməli burada gördüyünüz 3 dənə knopka var. Bu arada bu 12 voltluqdur. Yəni 220 ilə işləmir. Onun üçün də mən rahat hər yerə əlimə vura bilirəm. 12 volt adətən çox mükəmməl bir şeydir. Yəni həm işığa qənaət, həm də ki rahat şəkildə əlindən tuta bilirsən. Deməli istifadə qaydası belədir. Soldakı knopkanı bir daha basıp çəkəndə nə yazıldı? 37 getdi. Bunu istəyirsiniz sağdakı knopka axırıncı ilə və yaxud da ortadakini yendirirsiniz, qaldırırsınız. Məsələn, qaz üçün qoyuruq bunu 38-5-ə, toyuq üçün qoyuruq 37-7-yə. Bu qədər sadə. Bunun 37-7-də yanıb 37-2-də sönməsi üçün nə edirik? Soldakı knopkanı bir dəfə basıb çəkirik. PO 0 yazılır. Bizə PO 0 lazım deyil. Soldakı knopkanı bir daha basıb çəkirik. PO 0 bundan ötürüdür ki, deməli burada bu indi işıq sönəcək. Bu qış variantıdır. Bu yay variantı. Bizə bu lazım deyil. Biz elə H-da saxlayırıq bunu. Məsələn, soldakı knopkanı bir daha basıb saxlayanda PO 0, PO 1'ə qoyuruq və bunu basırıq. Burada 4 saniyədir. Siz bunu istəsiniz 2 saniyə indirə bilərsiniz ki, 2 saniyə işıq sönsün, yansın. İstəsiniz 8 saniyə qoyub 8 saniyədən sonra yansın. Yəni bu ortadakı zamanlamadır, belə deyək. 4 ən münasib yəni vaxt saniyədir. Soldakı knopkanı bir daha basıb çəkirsiniz. 37-7-də işıq sönəcək və 37-2-də sönəcək. Bu qədər sadə. Başqa nə sualınız olarsa buyurub yaza bilərsiniz və yaxud da səhifədə nömrə var. Əlaqə saxlaya bilərsiniz. Bu arada da bu təmiz maldır. Bundan da satışda var. İstəyən yararlana bilər. Eyni zamanda bunlar da bitmişdi. Bu 3001. Bunlardan da yeni gəldi. Yenə də əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Yəni bunlardan məndə paskalarda çoxdur. Yəni istərsiniz istifadə eləmə qaydasında izah elədim və qoşulma. Qoşulma qaydasında bundan əvvəlki videoda videoda paylaşmışam. Bu qara minusdur, sarı isə plusdur. Buradan da bir ayaq gedir lampuçkiyə, bir ayaq da gedir plusa. Bu qədər sadə.